Natural üstü qüvvətlər. Aha, başladıq. Natural üstü qüvvətlər A üstü N kimi işarə olunur. Burada A əsasdır, N də A-nın qüvvətidir. Yəni A üstü N. Bu N müəyyən edir ki, A bir-birinə neçə dəfə vurulacaq. A-nın üzərində yazsam 3, yəni N-in yerinə mən 3 yazsam, A-nı bir-birinə 3 dəfə vuracam. N-in yerinə mən 9 yazsam, A-nı bir-birinə 9 dəfə vuracam. Əsasında qüvvətin də yerinə, yəni bu həm A-nın yerinə, həm də N-in yerinə müəyyən ədədlər yazmaq mümkündür. Və ədədləri sonsuza qədər qüvvətə yüksəltmək olur. Elə mən 2-nin qüvvətlərindən başlamışam, elə başlayaq. 2 üstü 0 1-ə bərabərdir. İstənilən ədədin 0-cı qüvvəti 1-ə bərabərdir. Bu nəyə görə belə olur? İzahın sonunda sizə aydın olacaq. 2 üstü 1 o deməkdir ki, 2-dən 1 dənə var. 2 üstü 2 bu deməkdir ki, əsas olan 2-ni 2 dəfə öz-özünə vurur. Onu nə təyin elədi? 2-nin üzərində yazdığım qüvvət təyin elədi. 2-ni 2-yə vuranda 4. 2 üstü 3 əsası, yəni 2-ni, niyə 2-yə əsas deyirik? Yəni söhbət burada 2-dən gedir. 2-ni neçə dəfə qüvvətə yüksəldəcəyi ondan gedir söhbət. 2-ni bir-birinə 3 dəfə vur deməkdir. 8. 2 üstü 4. 2-ni bir-birinə 4 dəfə vurmaq deməkdir. O da 16. Baxın, qüvvətlər artdıqca 2-yə vurmalar da artır. Deməli, 2 üstü 5, 2 üstü 4-də aldığım cavabı, yəni 16-nı bir dəfədə 2-yə vurmaqla da alınacaq. 2 üstü 6, 2 üstü 5-də aldığım cavabı, 32-ni bir dəfə 2-yə vurmaqla alınacaq. Yəni 2 üstü 6, 64 cavabını verəcək. Deməli, necə oldu? Qüvvətlər artdıqca, hər dəfə qüvvət artdıqca bir dəfə 2-yə vururam. Hər dəfə qüvvət artır, bir dəfə 2-yə vururam. İndi əksinə gedirəm. 2 üstü 6, 64-ə bərabərdir. Qüvvəti saldım aşağı, 2 üstü 5-ə. Neyniyəcəm? Qüvvət artırdısa, 2-yə vura-vura gedirdimsə, indi əksini görəcəm. Qüvvət azaldıqca 2-yə bölə-bölə gedəcəm. 2 üstü 5 də mənə nə cavabını verəcək? 2 üstü 6-da aldığım ədədi 64-ü böləcəm 2-yə, alacam 32. 2 üstü 4, qüvvəti bir daha azaltdım. 2 üstü 5-də aldığım ədədi, yəni 32-ni böləcəm 2-yə, alacam 16. 2 üstü 3, 2 üstü 4-də aldığım cavabı böləcəm 2-yə, alacam 8. 2 üstü 2, 8-i böləcəm 2-yə, alacam 4. 2 üstü 1, 4-ü böləcəm 2-yə, alacam 2. 2 üstü 0, 2-ni bir daha böləcəm 2-yə, alacam 1. Ona görə istənilən ədədin üstü 0 bizə bir qiymətini verir. Məsələn, burada əsaslar 2 idi. 2-nin yerinə yazıram 3. 3 üstü 3 bərabərdir. 3-ü neçə dəfə öz-özünə vuracam? 3 dəfə. Çünki 3-ün üzərində 3 yazmışam. 27-yə bərabərdir. Qüvvəti azaldıram. 3 üstü 2. Qüvvəti saldımsa, əsasa böləcəm. Aldığım cavabı bu. 3 üstü 3-də aldığım cavabı 27-ni böləcəm 3-ə. Çünki əsas 3-dür burada. 27-ni də 3-ə böləndə alıram 9. Deməli, 3 üstü 2, 9 cavabını verir. Qüvvəti bir də azaltdım. 3 üstü 1 bərabərdir. 3 üstü 2-də aldığım cavabı bölürəm əsasa 3-ə. Alıram 3-ü. 3 üstü 0. 3-ü, 3 üstü 1-də aldığım cavabı bölürəm 1 də 3-ə. Alıram 1. Baxın, burada da 3 üstü 0 bizə 1 cavabını verir. Bu istənilən ədəd üçün doğrudur. İstənilən ədədin 0-cı qüvvəti bizə 1 cavabını qaytaracaq.